Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Masazır qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Xəbər verilir ki, 39 yaşlı Pərişan Süleymanova və 30 yaşlı Nuranə İskəndərli qətlə yetirilib. Qonşuların dediyinə görə, ailə bir aya yaxındır ki, həmin mənzildə kirayə yaşayırmış. Hadisə isə səhər saatlarında baş verib. Səhər tezdən səs-küy eşitdik, pəncərəni bağladılar. Sonra uşaqların səsinə çölə çıxdı. Gördük ki, artıq hadisə baş verib. Qonşulardan biri söyləyib. Hadisə ilə bağlı Baş Prokurorluqdan qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İskəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrlə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb. Masazırda 2 qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı yeni detallar məlum olub. Qətlə yetirilən Pərişan Süleymanova tanışlarından birinin verdiyi məlumata görə həmin şəxs narkotik alətçisi olub. O, əvvəllər narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Bir müddət əvvəl azadlığa çıxaraq Nuranə İskəndərli ilə tanış olub. Həmin vaxta qədər Nuranə İskəndərli Xırdalanda xalası qızı Pərişan Süleymanova ilə birlikdə yaşayıb. Bir ay əvvəl isə qətli törətməkdə şübhəli bilinən şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsinə kirayə köçüb. Hadisə zamanı o, Nuranə İskəndərlinin boğazını kəsib. Daha sonra isə hadisənin şahidi olan Pərişan Süleymanovaya 15 bıçaq zərbəsi vurub.